Əl-Buruc Bürclər surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ وَالْيَوْمِ الْمَوْعُودِ وَشَاهِدٍ وَمَشْهُودٍ. And olsun bürclü göyə, and olsun vədə verilmiş günə, and olsun şahidlik edənə və edilənə. قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ النَّارِ ذَاتِ الْوَقُودِ إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ. Məhv olsun xəndək kənarında yığışanlar, odunla alışdırılmış xəndək. Onlar o xəndəyin qırağında oturub, وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ. möminlərə öz verdikləri işgəncələrə şahidlik edirdilər. وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ. Kafirlər onlardan yalnız qüdrətli, tərifə layiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. الذي له ملك السماوات والأرض والله على كل شيء شهيد. Halbuki göylərdə və yerdə mütləq hakimiyyət ona məxsusdur. Allah hər şeyə şahiddir. إن الذين فتنوا المؤمنين والمؤمنات ثم لم يتوبوا فلهم عذاب جهنم ولهم عذاب الحريق. O kəslər ki, mömin kişi və qadınları yandırmaqla sınağa çəkmiş, sonra da tövbə etməmişlər. Onlara cəhənnəm əzabı və onları yandırıb yaxacaq od əzabı hazırlanmışdır. İnnellezîne âmenû ve amilussâlihâti lehum cennâtun tecrî min tahtihal enhâr. Zâlikel fawzul kebîr. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün ağacları altından çaylar axan cənnət bağları vardır. Bu, böyük müvəffəqiyyətdir. İnnə batşə rabbikə ləşədidun innəhu huvə yubdi'u və yu'idu və huvəl ğafurul vədudu dul arşil məcid. Doğrudan da Rəbbinin günahkarları yaxalaması çox şiddətlidir. Həqiqətən O, hər şeyi ilkin yaradır və onu yenidən bərpa edir. Bağışlayan da, sevən də O'dur. Ərşin sahibidir. Şan şöhrətlidir. Zul arşil məcid fə'alun limə yurid. İstədiyini edəndir. هل أتاك حديث الجنود فرعون وثمود. Qoşunlar haqqında əhvalat sənə çatıbmı? Firon və Səmud qoşunlarını. Bəlillezîne kəfərû fî təkzîbin vallâhu min verâihim muhît. Xeyr. Küfr edənlər haqqı yalan saymaqdadılar. Allah onları arxadan əhatə etmişdir. Bəl huvə Qur'anun məcidun fi ləvhin məhfuz. Bəli, bu şanlı Qur'andır. O, mühafizə edilən lövhədədir.